Günlərin bir günü gözəl havada Aylin anası ilə parkda gəzirdi. Ana, bax, necə də gözəl gəlincikdir. Aylin, əlini vurma. Görmürsən sınıb. Həm də çiklidir. Axı ana. Aylin anasını dinləməyərək gizlicə gəlinciyi özü ilə götürür. Qızım otaqda nə edir görəsən? Yoxsa gəlinciyi götürməyinə icazə vermədiyim üçün məndən küsüb? Aylin gəlinciyi otağına gətirib təmizləyir, sınmış hissələrini təmir edir. Zaman keçdikcə gəlincik Aylinin ən yaxın dostu olur. Çox vaxtını onunla keçirir və bir gün Aylin xəstələnir. Mənə nə olub görəsən? Qızdırmam var, çox azam, ana. Qızım, nə olub sənə? Xəstələnmisən? Gedib sənə dərman alım. Elə bu zaman gəlincik sehrli bir şəkildə canlanır. Canım dostum xəstələnib. Onu öz sehrimlə sağaldacağam. Qızım, çox şükür, artıq sağalıbsan. Daha yaxşıyam ana. Mənim dostum, məni sən sağaltdın. Bu yuxu deyil idi? Sən də məni sağaltmışdın. Biz əbədi dostuq.